Salam dəyərli izləyicilər, necəsiz? Sizin istəyinizə yenidən Ambardan Ekonom Marketdə oldum. Bu marketin ünvanı Ceyhun Səlimov 16-dır. Kim 61 nömrə avtobusdan gəlsə, gəlib yolun o üzünə saxlayır avtobus. Keçirsiniz yolun bu üzünə, elə marketi görəcəksiniz. Və 8 nömrə metrosunun çıxışında, yəni çıxan kimi yolun o üzündə. Və gördüyünüz kimi kompotlardır, meyvə şirələridir, ə, meyvə soklarıdır, yəni belə desək. Ondan sonra sulardır, yəni şirəli sular. Yəni gördüyünüz kimi hamısı qiymətə münasibdir. Məsələn, bir maksimum bu qədərinə verəcəksiniz 15 manat 99 qəpik. Sarsının bu qədərinə verəcəksiniz 12 manat 89 qəpik. Sulardır, hansı ki içməli sulardır, onlar da qiymətə münasibdir. Məhsulu da çoxdur, yəni hər birində. Vermişillərdir, makaronlardır, yəni hamısı var. Gəlin, alın, yaralanın sizdə, özü də hədiyyəlidir. Qiymət də yəni münasibdir. İmkan edim, yəni çəkə bildim sizin üçün. Deməli, qabiyə üçün lazım olan vasitələrdə məsələn Nova 91 qəpiyə var, Ardıc qabiyanı var idi, maisi. Sonra Ausun balzamı var, o Rus istehsalıdır. Sarsının yəni 2 manat 70 qəpik, yəni bu qədəridir. Yəni ardıcı da göstərirəm sizə. Ausun məsələn balzamı 4 manat 55 qəpikdir. 1 kiloqram 300 qramdır. Məhsul da çoxdur. Özü də bu Rus istehsalıdır. Gəlin alın, siz də yararlanın. Və dəyərli izləyicilər, gördüyünüz kimi belə xlorlar da var. Maya xlor 59 qəpikdir, 9 millisi. Ondan sonra belə sanitar qovşağı üçün var. Keçən videoda göstərdiyim sanitar gellər var. Dediz çəkin, onu yenidən çəkdim. Yenidən belə yəni sanitar gellər var. Qiymət gördüyünüz kimi eyni qalır. Netlər var, yəni net kimi qiymətini göstərmişsə. Yəni belə bacardığım qədər çəkirəm. Görürsünüz, yəni qiymətlərinin bu təmizləyici universal 1 manat 80 qəpikdir. Məncə gəlib yəni yararlana bilərsiniz. Qiymətləri yaxşıdır. Gördüyünüz kimi bu sarı seviyyədə göstərilmişsə, belədir qiyməti. Bir də bu. İndi çaylar göstərəcəm. Dediyim kimi çayları göstərəm sizə. Burada Astara çayı var idi. 7 manat 99 qəpik. Yəni qədərini sizə göstərdim. Sonra ondan biraz balacası 4 manat 3 qəpik. Azərçayın belə çayları var. Məsələn, bu Hacı çayı içində 25 dənədir, 50 qramdır. Yəni ümumi 1 manat neçə qəpikdir, o yadımda qalmayıb. Sonra məsələn Azərçayın belə çayları var, paket çayları var idi. Yəni qiymətləri də münasibdir. Sonra gördüyünüz kimi Berka, Astara çayın özü beləsi olan. Ondan sonra deməli Azərçayın belə çayı var idi. İçində 100 dənə olur, paket çaydır. Gördüyünüz kimi belə Carmen un da var. Un çəkinə, yəni 78 qəpikdir. Göstərdim sizə. Belə lobyalar var, ondan sonra funçozalar var, vermişillər var. Yəni paketlərdə yenidən göstərim sizə makaronları, bunları. Bunlar da hədiyyəlidir. Keçən videomda sizə göstərmişdim. Qiymətini demişdim. Vermişillərdir. Ondan sonra belə makaronlar var. Gəlin alın, sizdə çoxdur məhsul. Hədiyyəlidir özü də. Ondan sonra belə məsələn şüşə konfet kimi olanlar var. Onun da qiyməti münasibdir. Məsələn, bizim aldığımız o xırda şüşə konfetlər ki var. Onun yəni marketdə ən az 10 manat aldırıq kiloqramını bu konfetin. Amma burada kiloqramı 4 manat idi. Yəni belə paketlənmiş hazır var. Bunlar da məsələn bunu tərəziyə qoyurlar. Nə qədərdirsə, onun yəni hesablayıb qiymətini sizə deyirlər. O da ucuz düşür. Məsələn, belə zefirlər var paketlərdə. Belə hazır çəkilmişləri var, konfetlər var. Məsələn, mən özüm yəni götürdüm bundan. Çox dadlı idi dadı da. Dəyərli izləyicilər, gördüyünüz kimi belə tarikalar var. Duz ağır idi onlar. Sonra krem etmək üçün xüsusi qab da var ki, mikser işləyəndə yəni qırağa vurmur. Sonra çaşqalardır. Mən keçən gələndə qiymət bir daha baha idi. İncə düşüb. Bacardım qədər sizə çəkdim. Yaxın günə dediyim kimi yenə gedəcəm. Çəkib sizə göstərəcəm. Belə tomat pastaları var. Məsələn, bu 2 manat 61 qəpikdir. Xaricinə var, bizimkilərin də var. Yəni öz məhsulumuz var. Qarğıdalı var, konservləşdirilmiş. Balıqları var, konservləşdirilmiş. Sonra belə pavidlar da var, kapron qabda. Bir də bankada olan var idi. Məsələn, bu alma pavillasıdır. Sonra üzüm sirkəsi var, bizim istehsalıdır. 1 manat 77 qəpik, 2 litr yarımlıqdır. Yəni görün necə qiymət sərfəlidir. Gəlin siz də alın, yararlanın. Gördüyünüz kimi Azərbaycan istehsalı.
Deməli içərini çəkib sizə göstərdim. Belə yağlar var, sonra soklar var, qazlı içkilər, qatıqlar var, quşonkalar var, yəni qatlaşdırılmış süd, şokolad yağları var, şorlar var. Bankada da var şokolad yağı, kapron qabda da var. Sonra kolbasaların sizə qiymətini çəkib göstərdim. Neçəyə olduqlarını, məsələn, bu qədər neçəyə gəlir. Görürsüz, yəni hamısını. İçəri biraz soyuq olduğundan, yəni az çəkə bildim. Bacardığım qədər çəkdim. Məsələn, bundan keçən dəfə almışdım. Dadına baxdım, doğrudan dadlı idi. Yəni siz də alın, yaxşıdır özü də. Belə kolbasalar da var. Yəni kolbasa çeşidləri çoxdur. Gəlin baxın siz də, alın. Belə kolbasalar var, başqa firmanın kolbasaları var, qazlı içkiləri var. Yəni görün nə qədər mal çoxdur. Onun nəyi bəyəndim ki, içəri yəni otaqdır, kondisionerləndir, yəni otağı sərin saxlayır, özü soyuqdur. Yəni bulanda kolbasalarda yaxşı şəraitdə qalırdı. Belə yataq dəstləri də var, dəsmallar var, adyallar var, kişi corablar var idi. Hələlik bu qədər çəkə bildim. Dediyim kimi yaxın günlərdə yenidən gedəcəm. Çəkib sizə göstərəcəm 1-2 günə. Yəni siz də gəlin, yararlanın, alın. Qiymətlər də ucuzdur, münasibdir. Ümid edirəm ki, yəni rahatlıqla baxa bildiniz. Çəkə bildiyim bu qədər idi. Bu dəfə sizin üçün yaxşı çəkdim. Keçən ilk dəfə idi deyə, yəni bu dəfə yaxşı çəkdim. Sağ olun, salamat qalın.